Bugün sizlərə hər bir detallı düşünülmüş bir bağ evi haqqında danışıram. Bu nə deməkdir? Yerləşmə məkanı yolun nə yaxınlığındadır, yəni tam səs-küy eşidilmir bağdan, nə də ki çox içərilərdədir ki, konumdan gələsiniz bağ evinə. Bu bağ evi hər ikisinin ortasında. Yəni yoldan gəldiniz, girdiniz, yalnız 300-400 metr içəridə sizlərə tam çıxarışlı 4 çox 150 kvadrat tikilisi olan həyətində ovuzundan tutmuş istirahət güşəsi, hansı ki mebelləri tam şəkildə quraşdırılıb. İlk olaraq elə başlayaq bizim qış mətbəximizdən. Gördüyünüz kimi mebel belə bir tünd rənglər üstünlüyüdür və həyətimizdə ağac əkmək üçün də yerimiz ayrılıb ki, hansı ki elə orada da şam ağacları vardır. Mini bağ evi axtaranlar, fərqli bir həyat tərzi istəyənlər üçün ideal evdir və onu bildirim ki, bizim evimizin qiyməti həqiqətən də dəyərindən çox aşağıdır və keçək içərindən tanış olmağa. Pol hissəsində yuxarıda bizi çox fərqli bir asma tavan qarşılayır və onu bildirim ki, evin bütün aurasını bildirir. Qonaq otağındayıq, mebellər quraşdırılıb, ağ rəngdə yumuşaq mebelimiz, tam bizim belə qonaq otağından həyətə çıxışımız vardır, televizoruna qədər quraşdırılıb, evin içi çölü fərqli dizayndadır. Gördüyünüz kimi burada da ağ, biraz da tünd nardo qreyə oxşayan mebellə təchiz olunmuşdur. Qazı, peçi, televizoru hər bir yüksəlinəyə qədər vardır. Kiçik yataq otağımız, burada mebeli, yəni yataq dəstini özünüz quraşdırırsınız, amma o biləndə tam şəkildə hazırdır. Ümumi sanuzelimiz və bu da bizim sonuncu yataq otağımızdır, hansı ki daxilində özünə xas sanuzeli var. Əziz izləyicilər, biz ev satmırıq, biz bir dəyər satırıq. Kimə maraqlısa, tək ünvan var, o da ki, Trey qrupdur. Sağ olun, özünüzdən müğayət olun.